qiyamət günü elə evladlar olacaq ki, gəlib atasının yaxasından yapışıb deyəcək ki, məni niyə döymədin namaza görə? Demir, əmr eləmədim. Deyəcək, niyə döymədin məni? Çünki ondakı o namazı qılmamağına görə ki, onu nə gözləyir, onu görəndə deyəcək ki, kaş ilə atam məni döyərdi, döyə-döyə namaz qıldırardı. Təsəvvürlə, bu dünyada kim istəyər döyülsün? Heç kim. Və heç kim də istəməz evladını döysün zaten. Amma evlad o günün peşmançılığından deyəcək ki, məni niyə döymədin? Ona görə bu günləri, o peşmançılığa gəlmədən öncə biz bu günləri nə etməliyik? Özümüzlə yanaşı ailəmizi də oddan qorumağa çalışmalıyıq. Çünki bu Allah Taala'nın bizə olan bir əməlidir. وَأَمُرْ أَهْلَكَ بِالصَّلَاةِ Ailənə namaz qılmağa əmr elə. Namaz qılmağa əmr elə, yəni bütün ibadətləri, bütün xeyri, nəyi ki özün istəyirsən, bilirsən, artıq sənə aydın olub, bəlli olub, onları ailənə də əmr elə.